Və buyurur ki, Allah-u Teala ləm təxluqil xəlqə li vəhşəti. Allah-u Teala bizləri xəlq elədi, bu aləmi yarattı. Amma yaratmadı ki, təklikdən qorxduğuna görə. O təkdir, vahidul əhəd, birdir və təkdir. Amma təklikdən qorxandır. Belə deyirdi ki, Allah-u Teala təklikdən qorxsun və aləmi yaratsın. Yox, onun o rəhməti, onun o gözəl sifətləri idi ki, onu vadar edirdi ki, bu aləmi xəlq eləsin. Təkliyinə görə deyirdi. Və ləstə'məltəhum limənfəati. Xəlq eləyəndən sonra bu aləmi öz xeyrinə istifadə eləmədi. Hər kəs bir şey yaradır, bir şey düzəldir. Hər nə elirsə bu aləmdə adətən öz xeyrinədir. Nəsə eləmək istəyirsə, öz xeyrinədir. Hətta biz ibadət edirik, namaz qılırıq, oruç tuturuq. Deyirik, məsələn, qürbətini elə Allaha xatir edirik. Amma sonunda yenə özümüzə görədir bunlar. Allaha bunların mənfəəti yoxdur ki. Hər bir şeyin sonu bizim özümüz üçündür. Yeganə Allahdır ki, deyir, yaradılış aləmin təkliyinə görə yaratmadı və yaratdıqdan sonra da öz mənfəətinə, öz xeyrinə onları istifadə eləmədi. Yaratdı ki, onlara ehsan eləsin, onlara lütf eləsin, onları yoxluqdan varlığa gətirsin. Bir zaman var idi, biz yox idik. Amma indi varıq. Kim bizi bu aləmə gətirdi? Tək olmağımızın bir şükrü var Allah'a. Ki Allah, sən bizi seçdin, gətirdin bu aləmə. Yaradılışı öz mənfəətinə, öz xeyrinə istifadə eləmədi. Və la yusbiqukə mən tələbdə. Pərverdigar-ı Mütəala xitab edirdir. İlahi Pərverdigara, hər kəsi sən tələb eləsən, hər kəsi sən tutmaq istəsən, o qaça bilməz, səndən qabağa keçə bilməz. Hər bir şey sənin mülkündədir, sənin qüdrətindədir. Və la yuflitukə mən əxəzdə. Və hər bir şey ki, sən onu tutsan, hər kəsi ki, sən tutsan, o sənin girindən, tutduğundan xilas ola bilməz. Və la yanqusu sultanəkə mən əsak. Aləmdə nə qədər insan Allaha üsyan eləyir, bilə-bilə günah eləyir Allahın qabağında. Amma deyir ki, Pərverdigara Mevla Əmirəl-Möminin əleyhissalam Allaha xitab edir. Deyir, Pərverdigara, sən o qədər pak və münəzzəhsən ki, bu üsyan eləyən, günah eləyənlərin günahı sənin sultanlığında, sənin hakimiyyətində nöqsan yarada bilməz. Milyon, milyardlar insanlar tarix boyu günah eləsinlər. Səndən heç bir şey əskilməz. Sən həmişə pak və münəzzəhsən. Hər kəs günah elirsə, üsyan elirsə Allahın qabağında özünə görədir. Nə qədər bu dünyada bu günlərdə görürük də məsələn, Allahın əleyhinə çıxanlar, şüar verənlər, Allahın dini ilə düşmənçilik eləyənlər, Allahın bəndələrinə zülm eləyənlər, Quran yandılanlar, Peyğəmbər salavatullahın müqəddəs vücuduna nalayiq sözlər istifadə eləyənlər. Bunların heç biri nə Allahı, nə onun dininə xətər vura bilməz. Allah pak və münəzzeh.